Var vaxtınız xeyir olsun inşallah. Saray qəsəbəsində, Saray bağlarında. Sumqayıtdan gələndə Saray körpüsünə səhər girdin, hər bir kəsin tanıdığı Qurt Dərəsi 3-cü astronomda. Gördüyünüz var bu obyekt. Bax, bu obyekt kimi saxlanır? Düz asfaltın üstündə 3-cü astronomda yola da yaxındır mərkəzi yerə. Obyekt hal-hazırda işlək vəziyyətdədir. Tam ətraflı məlumat verir, sonra çəkib göstərəcəm. Kabinetlərinə kimi var. Buranı alıb söküb evdə tikə bilərsiniz. Hər bir şey eləyə bilərsiniz. Start qiymət 85 min manat. Real ağzıyla sahibi özü razıdır. Değerli izləyicilər, bax bura kafenin təharət yeridir. Gəl bura. Gəl bura. Bax burada bir daha kafe yerləşir, kafenin. Bura kafe kimi fəaliyyət göstərir, yəni işlək, piktas yeridir. Qəşəng də işləyir. İstəyən kafe kimi işləyər, istəyən də Allah sökər, nə bilim, yerində işləyər. Nə istəsə eləyə bilər yəni. Değerli izləyicilər. Növbəti bir dənə kabinet. Kesilir eləyək inşallah xeyr. Yapma. Bax, kafemizin belə yerdə salonudur. Tam bir ətraflı götürür. Burada kafedən nə görürsünüz? Ümumiyyətlə, kafedən nə görürsünüz? Hər biri qalacaq. Ben nəzərinizə çatdırım ki, burada bu obyektin iki sahibi var da. İkisi də elə əmaqlıdırlar, ikisi də satırlar. Real qiyməti ilə, start qiyməti ilə özləri razılaşacaqlar. Yəni, real adam gəlsin, otursun sonra desin ki, mən almaq istəyirəm bura, mən üçün bir də son bir dənə qiymətdir. Narahat olun. Baxın, değerli izləyicilər, burada mətbəxidir. Yəni, istəyən adam, real adam. Yəni, belə də real gəlib söhbət edə bilərlər. Buranı hamı tanıyır da, yəni 90% adam bilirəm ki, mənə zəng vurub gəlməyəcək. Çünki buranı 3-cü astronomda hamı bilir, kafe düz yolun üstündədir. Fikri ciddi olmaz, hər ayı.